Müəllim hansı fəaliyyəti şagirdlərdə problem həll etmə bacarığının formalaşdırılmasına daha az xidmət edir? Bax, bu situasiyalara Günay müəllim, ilk öncə şərtini, izahatını verim ki, məsələn, variantlar içərisində hər bir uyğun olacaq, hər biri. Amma onların içərisindən biri bax daha az problem həll etməyə kömək eləyəcək. Görürsüz buradakı məntiqi çaşdırmaqdan ötürü neynirlər? Hətta yəni qəbul tipli də bu tipli suallar düşəcək. Daha az xidmət eləyir. Bu kimi sözlərdən rastlaşacaqsınız. İndi baxaq 2-yə. Deyir ki, variantlarda müəllim şagirdlərə müşahidə zamanı əldə etdikləri məlumatları təhlil etməyə və dəyərləndirməyə yönəldən suallar ünvanlayır. Bəli, sizcə bu problem həll etməyə xidmət eləyəcəkmi müəllimə? Müəllim istiqamət Bəli, verir. müəllim, edəcək. Aha, yönləndirir. Aha, ona görə bunu çıxırıq. Bu xidmət eləyir. Belə deyir ki, problemin həlli proseslərini şagirdlərə aydın şəkildə çatdırmaq üçün onlara real həyati situasiyalar təqdim edir. Müəllim ona problemin həlli üçün necə köməklik göstərir? Ha? Real həyati situasiyalar təqdim edir. Bir növ yenə istiqamət yolu göstərir. Sizcə bir problemin həlli üçün problemin həllinə köməklik göstərəcək yoxsa yox? Bəli, müəllim, məncə bu da Sonra C-yə göstərəcək. baxaq. Şagirdlərə birgə çalışa, bir-biri ilə fikirlərini paylaşa biləcəkləri layihə işi verərək dəstəkləyici mühit yaradır. Ümumiyyətlə, orada layihə varsa, müəllim layihə verib. Deməli, bu layihə işlərində şagirdlər problemin həllinə yönəlibdir. Həmçində dəstəkləyici mühit nə idi? Gəl bunu da izahatını verim. İlk öncə sizdən soruşum, sonra dəstəkləyici mühitin yaradılması deyəndə nə başa düşürsünüz? Dəstəkləyici mühit nə idi? Dəstəkləyici. Müəllim, dəstəkləyici mühit iki cürdür da. Həm maddi texniki baza ilə müəllim, Aha. həm də müəllim uşaqlara məsəl üçün dərs şəraitində onlar dəstəkləyici mühit yaradır da. Onları məsəl üçün ruhdan salmır və yaxud da onlara nəsə ağır sözdən belə deyək də dərsdən yayındırmır. Da onlara motivasiya verir, onlara istiqamət verir. Sağ ol, bəli. Təhlükəsiz psixoloji şərait də oradaydı, hə müəllim? Bəli, o da oradaydı. Əla, əla, bəli. Bunlar hər biri dəstəkləyici mühitə aiddir. İndi sizcə bu problemin həll etməyinə yönəldici olacaq yoxsa yox? Bəli, müəllim, olacaq. Doğru kimi götürün. Deyir ki, müəllim şagirdlərin çətinliklə qarşılaşdıqda emosional sabitlik nümayiş etdirmələrini təmin etmək üçün onlara müxtəlif praktik məşğələlər keçirir. Yəni deyir ki, şagirdlər, ola bilsin çətinlik nədir? Çətinlik deyəndə, yəni problemlə qarşılaşanda emosional problemlə yaşayıb sabitlik nümayiş elətdirin. Emosiyalarınızı necə deyim, sahib çıxa bilin. Yəni müəllim bu növdə şagirdlərə köməklik, dəstəklik göstərir, istiqamət verir. Yəni bu da yanlış deyil, bu da doğru cavabdır. Sonra Y-də deyir ki, müəllim təqdim etdiyi problemin həlli yolunun addımlarını şagirdlərə aydın təlimatla çatdırır. Bilirsiniz bu növ, yəni müəllimin demək olar ki, problemin çox hissəsini özü belə deyim, həll eləyir. Addımlarını belə müəllim təqdim eləyir. Artıq şagirdlərə çox az bir hissə qalır da problemin həlli ilə bağlı. Amma bu doğru addım deyil. Bax, daha burada deyir ki, diqqət edin. Daha az xidmət eləyən, bu da xidmət eləyir. Demirəm xidmət eləmir. Amma o birilərinə baxanda daha az xidmət eləyir. Bu biraz ənənəvi üsula aiddir da müəllim, köhnə sisteminə Xidməti aiddir. çoxdur. Bəli, müəllimin xidməti çoxdur, rolu çoxdur. Addımlarını da təqdim edirsə, demək artıq şagirdin rolu az olacaq burada problemin həllində. Ona görə yanlış cavab E variantıdır. Aydın oldu Günay müəllimə? Bəli, müəllim, aydın oldu. Aha, əla. Sonra başqa. Müəllimə, mən etməmişəm payment testini, heç cür vaxt eləyə bilməmişəm. Yəni, həm də dərsində düzgün mahiyyət mənə çətin gəlib. Onu tətbiq etmək mənə çox çətin gəlir. Həm də düzü vaxt da tapıb normal bir şəraitdə oxuya bilmədim dərsi. Bax, sizə belə bir şey deyim, Həbbə müəllimə və digər müəllimlər. Dərsdə, misal üçün, gördünüz ki, çətinliyiniz var, testlərdə çətinliyiniz var. O testləri səhv də olsa yazın. Bilin ki, hansı testdə səhvliyiniz var. Sırf o testlər üzərində sizə izahat gedəcək və artıq aydınlıq gələcək sizə həmin. Problem qalmayacaq həmin testlər üzərində. Və testlər nə üçün lazımdır? Sizə lazımdır hamısını düz yazın. Mən onu vermirəm ki, hamısını gedin düz yazın gəlin. Xeyr. Mən verirəm ki, gedin elə səhv eləyin gəlin. Əksinə, sizin səhvlərlə gəlməniz mənə yaxşıdır ki, həmin səhvlər üzərində işləyək, daha da möhkəmləndirək. Yaxşımı? Başa düşdünüzmü bu testlər nə üçündür? Amma indi sizin vaxt probleminiz var. Bəs göndərdim o birisi 20 dənə test vardı. Onu işləmisiniz, özümün göndərdim. Xeyr, müəllim. Xeyr, onu da eləmək.
Hə, yaxşı. Yaxşı. Onda qulaq asın. Müəllim, Səfərə qulaq asın, belə möhkəmləndirin. Başqa? müəllim 32-yə baxardıq da zəhmət olmasa. 32 kimi var. Var, Buyurun. var müəllim 12-ci suala baxa bilərik. Hə, baxarıq. Bir dəqiqə keçək. 12 kimi var. 12 kimi varsa bax. 12 kimi var. Yaxşı. Gəlin baxaq 12. Hansı tapşırıq şagirddə tənqidi təfəkkürü formalaşdırmır deyir. A-da deyir ki, təbiətdə qida zənciri mövzusunu fərqli kitablardan araşdırmaq. C-cə, tənqidi təfəkkürü insanlar nə edir? Araşdırma aparırlar, müqayisə edirlər, müzakirə aparırlar, dəyərləndirirlər. Bu tənqidi təfəkkürü insana xas xüsusiyyətdir. Ona görə A-nı çıxırıq. B-də deyir ki, Finlandiya təhsilini Cənubi Koreya təhsil sistemi ilə müqayisə edərək dəyərləndirmək. Dəyərləndirmək, müqayisə eləmək dedik ki, hansındadır? Yenə tənqidi təfəkkürdə mövcud. Tənqidi. Bəli, bunu da çıxdıq. C-də deyir ki, internet resurslarından istifadə edərək Kür və Araz çaylarının təsərrüfat əhəmiyyətini təhlil etmək də tənqidi təfəkkürə xas xüsusiyyətdir. Deməli, yenə təkrarlayırıq. Ülvi müəllim, təhlil etmək, müqayisə etmək, dəyərləndirmək, fərqli xüsusiyyətlərini müəyyən etmək, bunlar təhlilə aiddir. Sonra D-də Müəllim, deyir, bax, sözünüzü kəsərəm. Bu mənim səhvim deyil, o biri müəllimindir. Məndə 32-dədir səhv. hə, yaxşı, 12 İbrahim müəllim sizin də elə? Bəli, müəllim, bəli. Hə, sizin idi. Sonra D-də deyir ki, NATO təşkilatına üzv olan ölkələri sadalamaq və fəaliyyətini söyləmək. Baxın İbrahim müəllim, əgər sadalamaq və söyləmək varsa, demək bu insan tənqid Xatırlamaq. bu hə, desək ki, daha doğrusu hafizəyə əsaslanır. Təfəkkür içərisində əvvəldə hafizə var. O hafizə, yəni yaddaşa əsaslanaraq deyir. Yəni nəyisə özündən əlavələr eləyərək, düşünərək yox. Yaddaşa əsaslanır, hafizəyə əsaslanır, söyləyir. Xatırlamağın adını çəkmirəm, çünki onu irəlidə keçəcəyik deyə istəmirəm ki, problem qarışdırmasınlar. Hələ onu keçməmişik. Hə, bir növ bu hafizə var. Hafizəyə əsaslanır, yaddaşa əsaslanır. Ona görə bunu demirik tənqidi təfəkkür. D-ni çıxırıq, yəni daha doğrusu D variantını götürürük. Tənqidi təfəkkürə bu aid deyil. Amma Y-də deyir ki, deyili məcnun əsərinin müxtəlif nöqteyi nəzərdən dəyərləndirmək, yenə bayaq kimi dedim, dəyərləndirirsə, təhlil edirsə, sonra müqayisə edirsə, fikir bildirirsə, bunların hər biri hansıdır? Təhlilə aiddir. Ona görə doğru cavab kimi D variantı. Buyurun, başqa? 32 kimi var. Var müəllim 17. Yaxşı, gəlin 17-yə bax. 17 kimi var. Aha. 17. Uyğunluğu soruşur. Müəllim, deməli uyğunluq. Gəl ilk öncə istəyirsiniz siz oxuyun, özünüz oxuyun. Nəyi səhv eləmisiniz, nəyə başa düşməmisiniz, onun üzərindən gedək. Buyurun da özünüz oxuyun. 17-ci yazmamışım müəllim heç, yəni bir oxumağı yazmamışım heç. Boş saxlamışam o sualı. Yaxşı, onda gəlin oxuyun. Kim oxuyar 17-ni? Görüm kim var burada. Burada var Həbibə müəllimə. Oxusun Həbibə müəllimə. Bilirəm, arxada müharibə gedir, narahat olmayın. Buyurun oxuyun. Həbibə müəllimə. Müəllimə dinləyici olsam olar müəllimə. Heç bir Oxuyum müəllimə mən. Yaxşı, yaxşı. Buyurun oxuyun. Kim deyir oxuyun? Aydın müəllimə idi. Hə, buyurun oxuyun. Deyir, təfəkkürə aid verilmiş cədvələ uyğunluğu müəyyən edin. Bir şagird məhsul istehsalı prosesini araşdırarkən müəyyən edir ki, əhalinin aclıq qabiliyyəti ilə həmin məhsula olan ehtiyacı arasında əlaqəni doğru təhlil etməlidir. Ardıcıl düşünmə. Sonra deyir ki, şagirdlərə sinifi tərk edərkən prosedurlara əməl edilməsinin ardıcılığı və əhəmiyyətini izah edilib, sonra prosesin simulyasiyasını təşkil edirik, deduktiv düşünmə. Ümumidən xüsusiyə gəldi də müəllimə burada. Sonra müəllim şagirdlərə ekoloji təmiz şəhər layihəsini hazırlamağı tapşırır, divergent düşünmə. Sürücü xəritəyə baxıb tıxac olan yolları müəyyən edir və ona əsasən avtomobil idarə edir, analoji düşünmə forması. Burada müəllim uyğunluğu istəyirsə bizdən. Bax, burada iki doğrudur da, hə müəllimə? Çünki deyir ki, sinifi tərk edərkən prosedur
yollara əməl edilməsinin ardıcıllığı və əhəmiyyətini izah edilib, sonra prosesin simulyasiyasını təşkil edir. Deməli, mən birinci qaydanı deyir, sonra qaydadan şeyə gəlir də, Bizə deduktiv bəli, düşünmədir bu. həyata keçirmək odur. Simulyasiya mənası odur ki, həyata keçirmək. Yəni prosesi həyata Bəli. keçirir. Qayda odur, bəli, məsələn, bax, düz dediniz. Prosedur qoyulub, yəni qayda qoyulub, şagirdlər də onu artıq indi simulyasiyaya təşkil edib, yəni həyata keçirirlər. Ona görə qaydadan xüsusiyə gəldik, təşkil elədik, deduksiya, doğru yana qarşısına doğru yazıb, bəli, 2-ni götürdük. Sonra Sonra burada deyir ki, müəllim şagirdlərə ekoloji təmiz şəhər layihəsi hazırlamağı tapşırır. Divergent düşüncə. Divergent də biz dedik ki, əslində burada yaradıcı düşünmə olmalıdır. Niyə? Çünki layihəni hazırlayırsansa sən, o layihəyə bəzi şeylər əlavə edəcəksən də özündən. Və Belə başa düşürəm. yaradıcılıqda Burada divergentdə var. Yaradıcılıqda divergentdə var. Yoxdur divergentdə. bəli, var Yanlış müəllimə ideya yaradıcı. götürmürük də bu Çünki variantı. konvergentlər kasıb düşüncəlidirlər. Yəni bir yol tapırlar, ancaq deyirlər, hə, bu yolla gedək. Amma divergentlər müxtəlif yol düşünürlərsə, hə, onda burada divergent yaradıcılıqda. düşünürsə. Ancaq qarşısına yanlış yazılıb, ha. Bu da Bəli. da bunu götürmürük ona görə. Bəli. 3-də çıxartdıq. Sonra 2-ni götürdük, 3-ü çıxartdıq, 4-ə baxaq. Deyir ki, sürücü xəritəyə baxıb tıxac olan yolları müəyyən edir və ona avtomobili idarə edir. Analoji düşünmə. Tıxac olan yolları müəyyən edir özündə. Sonra ona əsasən avtomobili idarə edir. Analoji mənim nə isə oxşatmaqdır. Məncə bu ardıcıl ya da sistemli düşünməyə aid olmaz. Nə isə nəzərinizdən qaçırdınız. Diqqətli olun. Xəritəyə baxıb. Hə. Hı. Xəritəyə baxıb tıxac yollarını müəyyən edir və ona Xəritə, qlobus, sxem, cədvəl, Qeyri-verbal. qeyri-verbal düşünmə. bəli, qeyri-verbaldır. Və qarşısına analoji yazıb, sonra da yanlış yazıb. İndi analojidir bu. Xeyr müəllimə. Aha, qeyri-verbaldır və yanlış yazıb, bəli, yanlışdır. Ona görə 3-ünü də götürdük. 4-ü götürdük daha doğrusu. Aydın oldu? Bəli. 2 və 4. Bəli, müəllim, bəli. Aha, sonra. İbrahim müəllim, nəsə qalmaq qalsa buyurun deyin, narahat olmayın. Sonra başqa. Yo, müəllim, başa düş. Bax, layihə var. 25. Bunları deyirəm. Layihəyi görürsünüzsə, onu divergent düşünməyə götürə bilərsiniz. Çünki layihədə Aynur müəllim də özü qeyd elədi ki, layihədə əlavələr olacaq. Əlavədə yaradıcı düşüncədir, aiddir. Yaradıcı deduktivlə əlaqəlidir. Ona görə götürə bilərik. Ona görə daha doğrusu divergentlə əlaqəlidir, divergent kimi götürə bilərik. Sonra başqa 32 kim var? İş müəllimi. Neçə? 25. Hə, 25. Elə məndə də bir şey. 25-ə baxaq da, 25. 25. 25-i deyir ki, verilən fəaliyyətlərdən biri şagirdlərdə tənqidi təfəkkürü formalaşdırmağa xidmət etmir. Aha. A-da deyir ki, diskussiyalar, dilemmalar üzərində müzakirələrin təşkil edilməsi. Müzakirələr varsa, buyurun sizə deyirəm, Günay müəllimə və İbrahim müəllim. Bunu tənqidi təfəkkür kimi götürə biləcəyik, yoxsa yox? Bəli, müəllimə, məncə götürə bilərik. Var, müəllim. Deməli, bu xidmət edir. Bunu çıxdıq. Sonra, problemi situasiya təqdim etməklə səmərəli həll yolunun seçilməsini tapşırmaq. Bunu götürərik, yoxsa götürmərik? Səmərəli həll yolunun seçilməsini. Səmərəli həll yolu var deyə götürə bilərik müəllimə. Bəli, bunu da götürdük, çıxdıq. Sitədə deyir ki, şagirdlərin, açar sözləri özüm təqdim edirəm sizə. Şagirdlərin öz aralarında müzakirə apararaq əsas məsələyə münasibət bildirməsi. Nə deyir? Münasibət bildirməsi varsa, müzakirə varsa, tənqidi təfəkkürdür ya yox? Tənqididir. Bəli, tənqididir. Baxın, bir sualı oxuyanda, situasiyanı oxuyanda ətraflı baxın. Açar sözlərə baxın. Açar söz yoxdursa, özünüz məntiqinizlə tapın, məntiqi əlaqə qurun. İmtahan sualları da olacaq. Mən sizə istiqamət verirəm. Elmi hissəsini öyrədirəm. Situativ suallar da işləyirik ona yox. Amma artıq elə müxtəlif fərqli suallar çıxacaq ki qarşınıza. Artıq siz özünüzün, yəni deyirəm, öz məntiqinizlə, düşüncənizlə, başınızla belə deyim də, baş-başa qalacaqsınız imtahanda. Suala əhatəli baxmağı bacarın. Əhatəli baxın suallara. Qeydə deyir ki, diskussiya zamanı dəqiqlik, eşitdiklərini dəqiq təkrarlamaq bacarığının formalaşdırılması.
Tənqidi təfəkkürlü insanlar necə olur? Onlar bizdən tənqidi təfəkkür bizdən nəyi tələb eləyir? Eşitdiyimizi olduğu kimi təkrarlamaq tənqidi təfəkkürə xas bir xüsusiyyətdir müəllimlər. Sual verirəm sizə. Eşidirəm olduğu kimi Məncə Yox təkrar. müəllim. təkrarlamaq, Necə? təkrarlamaq yox, daha da yaratmaq, yəni ondan nəticəyə gəlmək, düşünmək. Daha aysa düşünmək, təkmilləşdirmək, müzakirə eləmək, ay sağ ol. Təkrarlamaq buna xas xüsusiyyət deyil, tənqidiyə xas xüsusiyyət deyil. Ona görə xidmət etməyən D-dir. E-yə baxaq. Debatlarda qarşı tərəfin nitqinin dəyərləndirilməsi, dəyərləndirmə də dedik ki, bir növ tənqid təfəkkürə xidmət eləyir. Ona görə doğru cavab nə götürdük müəllimlər? D variantı. Dedik ki, olduğu kimi Müəllim, D-də həm də anlamağa gedir də biraz. Yəni eşitdiklərini anlaya başa düşək ki, onları deyə. təkrarlamaq bacarığının formalaşdırılması, yəni bir növ gedir. Sonra başqa hardasa. Sonra 32 kim var? Məndə Yoxdursa gedək 32-yə. 32 Ülvi müəllimin səhv idi. Ülvi müəllim, siz özünüz oxuyun bunu. Müəllim, məsuliyyətli olmaq mövzusu ilə əlaqədar müəllim şagirdlərə məsuliyyətli adamlar evdə, məktəbdə və cəmiyyətdə üzlərinə düşən vəzifələri yerinə yetirirlər. Onlar dərk edirlər ki, hərəkətlərinə görə cavabdehlik daşıyırlar, söyləyir. Bu zaman şagirdlərindən biri, mən məsuliyyətliyəm, çünki hərəkətlərimə görə cavabdehlik daşıyıram. Verilmiş nümunə hansı məntiq xətasına uyğundur? Müəllim, mən burada A variantı götürmüşəm, şəxsi qərəzlik. Aha. Yox, Amma müəllim. Bax, deyəsən D çıxır. Təkrarlıqdır. gəlin bir də təkrarlayaq, bir də oxuyum. Məsuliyyətli olmaq mövzusu ilə əlaqədar müəllim şagirdlərə məsuliyyətli adamlar evdə, məktəbdə və cəmiyyətdə üzərlərinə düşən vəzifələri yerinə yetirirlər. Onlar dərk edirlər ki, hərəkətlərinə görə cavabdehlik daşıyırlar. Qarşıdakı da deyir ki, qayıdıb deyir ki, mən məsuliyyətliyəm çünki hərəkətimə görə cavabdehlik daşıyıram. Yəni həmin müəllimin dediyini Eyni təkrar şeyi olaraq qaytarır, şagird yəni. qaytarır deyir müəllimə. Yəni bir fərqli Yəni fikir irəli sürür. təsdiq eləyir də. Müəllim dediyini təsdiq eləyir də. Bəli. Elə bir. Bəli, bir növ təsdiq edir və dediyini əlavə bir fikir irəli sürmür də, fərqli bir cümlə qurmur, fərqli fikir irəli sürmür. Olduğu kimi müəllimə çatdırırsa, bu hansı məntiq xətası idi? Sirkulyar Sirkulyar. Bəli, sirkulyar arqumentdir. Ona görə D. Amma əgər olsaydı ki, şəxsi qərəzli belə olsaydı, tutaq ki, deyirəm, müəllim bu fikri irəli sürüb, qarşıdakı olsun, ya şagird olsun, ya müəllim. O zaman deyəcəkdi ki, mən də onun fikirlərini qəbul etməm, o yaxşı insan deyil, onun fikirlərini də qəbul eləmirəm. Bəli. Çünki ondan qərəzi var axı. Fikirlərini də düzgün qəbul Bəli. etməyəcək. Aha, ona görə götürmürük şəxsi qərəzli. Başqa? Buyurun. Müəllimə 42-yə qədər yoxsa 42-ci suala baxarıq. 42 kim var müəllimlər? Yoxsa 42-yə baxıram. Yaxşı. Gəlin baxaq 42-yə. İbrahim müəllim, sizin səhviniz idi? Bəli, bəli. Dənizdə çirklənmənin səviyyəsini. Aynur müəllimə, buyurun sizin oxuyun, buyurun. Müəllim, dənizdə çirklənmənin səviyyəsini azaltmaq üçün müəllim beyin həmləsindən istifadə edərək şagirdlərin təkliflər irəli sürmələrini təmin edir. Verilmiş tapşırıq şagirdlərə hansı təfəkkürün inkişafına yardım edəcək? Müəllim, burada beyin həmləsi də yaradıcı təfəkkür deyil. Bəli, doğrudur. Əla, açar sözü tapdınız. Baxın İbrahim müəllim, Hə. yaradıcı təfəkkürü formalaşdıran içərisində beyin həmləsi var idi, sonra nə var idi? Nə var idi? Başqa nələr var idi? Aynur müəllim. Axşam oldu da. Orada 4 NKH üsulu var idi. Axşam kim Beyin yazar? həmləsi üsulu var idi. Yəni yaradıcı təfəkkürü inkişaf etdirmək üçün üsulları var idi. Onlardan biri də beyin həmləsi idi. Beyin həmləsi odur ki, beyin həmləsinin irəlidə inşallah geniş keçəcək. Müəllim hər hansı bir problem qoyur İbrahim müəllim ortaya. Hər kəs öz fikrini irəli sürür. Yəni burada hər kəs özünün beynin məhsulunu ortaya qoyur. Ola bilər ki, onun ortaya qoyduğu fikir çox sadə, primitiv olsun. Ona heç kim o fikrə yuxarıdan aşağı baxmamalıdır ki, səhərsi gün həmin şagird yenidən belə bir situasiya yarananda öz fikrini rahat ifadə edə bilsin. Ona görə hər kəsin fikrini
müəllim olsun, şagirdlər olsun, normal qarşılayırlar, alqışlayırlar, dəyərləndirirlər. Bu yaradıcı təfəkkürə aiddir. Bu zaman şagirdlərdə bax hər kəs öz fikrini sərbəst ifadə eləməsi, bir sinif ortamında, sonra əyləncəli öyrənməsi, bunlar hər biri yaradıcı təfəkkürün formalaşdığı siniflərdə olur, məktəblərdə olur. Ona görə bu Müəllimə, həm də beyin həmləsi iş üsulumuz da var da. bəli, onun izahatını verim ki, beyin həmləsinin inşallah irəlidə keçəcəyinə bağlı və beyin həmləsi haqqında qısa bir məlumat verdim. Nə olduğu haqqında beyin həmləsinin. Ona görə bu da götürürük. Beyin həmləsi gördüksə yaradıcı təfəkkürə. Sonra aydın oldu İbrahim müəllim. Bəli müəllim, bəli, çox sağ ol. Buyurun. Başqa? Mən 47. Yaxşı. 47-yə kimi var müəllimlər? 47-yə kimi yoxsa gedək 47. 47-yə bir dəqiqə. Aha. 47. Təfəkkürün növlərini uyğunlaşdırmalıyıq. Şagirdlərdə oxuduqlarını, gördüklərini başa düşmək, qazanılmış bu bilikləri əsaslandırmaq bacarığı verir. 2. Bu təfəkkürün təşviq olunduğu siniflərdə şagirdlər daha rahat və təşvişdən uzaq olurlar. 3-də şagird əldə olunan nəticəyə münasibət bildirir. Deməli, açar sözləri qeyd edirik. Demişdik ki, bilmirəm, sizin səhvinizdir. Səsiniz oxşuyur. Bəli, müəllim. İbrahim müəllim. Aha, Bəli, müəllim. sinifdə rahat və təşvişdən uzaq sinif. Sonra əyləncə ilə öyrənməli, fikirlərini aydın ifadə edən siniflər hansı təfəkkürlü sinifdədir? Yaradıcı təfəkkürlü sinifdə deməmişdikmi? Bunu özüm də vurğulamışdım. Hətta PDF-imdə də qeyd eləmişəm. Yəni o dərsdə mümkün oldu. Yəni dərsdə iştirak mümkün ola bilsin. Aha, bax deməli açar söz budur. Deməli həmin sinif rahat və təşvişdən uzaqsa, deməli burada yaradıcı təfəkkürdür. Sonra şagird əldə olunan nəticəyə münasibət bildirmək, Tənqidi təfəkkür. fikrini bildirmək, dəyərləndirmək tənqid təfəkkürdədir. Bu tənqid təfəkkür. Bir də məntiqi şagirdlər oxuduqlarını, gördüklərini başa düşmək, qazanılmış bilikləri əsaslamaq bacarığını deyir. Bu da məntiqi təfəkkürdür. Məntiqi, yaradıcı, tənqidi A variantı. Aydın oldu? Aydın mən. Aha, əla. Sonra Bəli. buyurun. 50-ci sual müəllim. Aha, 50. 50-yə kimi yoxdursa 50-yə baxaq. Müəllimə bir sual verim, sonra keçək də 50-yə. Buyurun. Məsəl üçün burada olsaydı ki, oxuduqlarını belə deyək də kitaba əsasən bildirir də, rəy bildirir. Onda məntiqi təfəkkür olacaqdı da elə. Hansını da deyirsiniz? Biliklərə əsasən yox, yenə məntiqidir. Adı da bir də məntiqdir. Bir məntiqi. Bilirəm müəllimə. Yəni elə bir şey düşər ki, məsəl üçün deyir ki, oxuduqlarına əsasən bildirir də, münasibət bildirir. Yəni biz onu tənqidi yox, məntiqi təfəkkür götürməliyik də. Bəli, onu məntiqi götürürük. Bəli. Bəzən bunu əsaslandırmaq sözünü müəllimlər çaşırlar, deyirlər axı fikrini əsaslandırmaq, bildirmək. Bunlar axı Bəli, mən də çaşırıram onda testlərdə. Situasiyaya diqqətlə baxın. Görün nəyə əsaslanmaq deyir? Əsaslanmaq deyir, əsaslandırmaq demir. Biliklərə əsaslanır deyir. Ona görə məntiqidir, bəli. Sonra 50. 50 başqa var, 50 kimi var. Gəlin 50-yə baxaq. Bir dəqiqə. Hə, 50-yə baxaq. Ekoloji çirklilik insan ömrünün qısalması, xəstəliklərin artması, qidaların keyfiyyətinə mənfi təsir edir. Deməli, insan ömrünün qısalması, xəstəliklərin artması, qidaların keyfiyyətinə mənfi təsir edir. Burada bir sistemlilik var, sistem var. Ülvi müəllim yazmış da, mən sistemliklə ardıcılığı qarşıdırıram. Bir də deyirəm, ardıcılıq nə? Mən yazmışdım. Bəli, İbrahim müəllim yazmışdı. Deməli, ardıcılıqda situasiyaya mərhələli yanaşırıq. Ardıcıl baxırıq. Situasiyaya bütöv baxırıq, bütöv yanaşırıq. Əlaqələrə fokuslanırıq. Sual ver, niyə belədir sualını veririk. Amma ardıcılıqda sonra nə olacaq sualını veririk. Deməli, sistemdə niyə belədir sualını veririk. Amma ardıcılda sonra nə olacaq, ardıcıl nə baş verəcək, ona fokuslanırıq. Həm də sistemdə analitik və dərin düşünürük. Amma ardıcılda mərhələli düşünürük. Ardıcıl, məntiqi və ardıcıl düşünürük. Misal üçün, misal gətirirəm. Bir də qısacası, məsələn, sistemli bizim əlimizdə deyil də. Amma ardıcıllıq bizim əlimizdədir. Ay, sağ ol. Həm sistemlidə bir hadisə digər hadisənin yaranmasına səbəb olur. Əsasən, görəcək situasiyalarda negativ hadisələr baş verir. Bir hadisə digər hadisəyə negativ təsir eləyir. Sistemdə belə bütöv baxırıq.
İndi misal üçün, bax, belə bir sual verim sizə. İbrahim müəllim, sizə belə bir sual verim. Mən deyirəm ki, Buyurun. baxın, zavodlardan çıxan tüstülər ekologiyanın korlanmasına səbəb olur və ya ekologiyanın korlanması nəticəsində, yəni standart sualdır da, tez-tez qarşımıza çıxan. Ekologiyanın korlanması nəticəsində ağaclar, deməli, oksigen, zəhərli qazları özünə çəkir və bu da insan orqanizminə ziyanla təsir eləyir, əks təsir eləyir. Mən burdan misal üçün çıxarsam ki, zavodları çıxarsam, desəm ki, ekologiyanın korlanması, ağacların da ağacların da daha zərər təsir edir, ağaclardan və yaxud da bitkilərə zərərli təsir eləyir. Biz də ondan qidalanırıq və bizim də orqanizmimizə təsir eləyir. Burdan ardıcıllıq pozuldu. Bəli. Ardıcıl, məsələn, zavodu çıxartdım, zavod demədim, deyim ki, ekologiya söhbət, elə ekologiyadan danışıram, havadan danışıram. Deyirəm, oksigen korlanıb, daha doğrusu hava korlanıb, oksigen korlanıb, ağaclar, zavod sözünü işlətmirəm. Hə, ağaclar da bu havadan qidalanır, oksigeni çək, daha doğrusu azot nə idi havadan? Oksigeni onlar xaric edirlər də, azot idi də deyəsən. Karbon, hə, Karbon qazı. karbon qazını, hə, karbon qazını udurlar, oksigeni xaric edirlər. Biz də gedirik həm ağacı, həm o bitkilərdən qidalanırıq. Aha, və bizim də orqanizmimizə əks təsir edir. Bax, zavod demədim, ay, heç oksigenden danışdım, havadan danışdım. Heç zavod görsə yadınızdan çıxdı. Zavod söhbəti yaddan çıxdı. Burada bir sistemlik var. Bir hadisə digər hadisəyə neqativ təsir eləyir. Neqativ təsiri var. Və həmçində elə situasiyanı çox vaxt elə qoyurlar ki, hərrənib fırlanıb, misal üçün deyirəm, vəziyyəti belə deyim, ekologiyanı korlayan və yaxud da təbiətə mənfi təsir edən insanlar da hərrənib fırlanıb gəlir insana təsir eləyir. İnsanın özünə bumerang kimi fırlanır, gəlir təzədən insanın qarşısına çıxır hadisə. Bir növ sistemini belə də başa düşün. Bu yondan da baxın. Bax, hər tərəfdən sizə izah edim sistemini. Hər sahədə düşəcək qarşınıza. Bumerang kimi də baxın. Bumerang odur ki, birisində mənası, hərrənib fırlanıb yenidən gəlsə qayıdır sənə. İnsanın özünə qayıdır. Bu. Vəssalam. Ardıcıl addım-addım baxırsınız. Bir addım olmazsa digəri baş verməyəcək. Məsələn, maşını işə salmaqda, siz maşını birbaşa, məsələn, xoddamadan qaza basıb gedə bilərsiniz. Deyirəm ki, İbrahim müəllim, maşını sürün də işə salın. Yox, maşını sürün, necə sürürlər? Siz deyirsiniz ki, qaza basıb gedirəm. Siz maşını xoddamadan qaza basıb gedə bilərsiniz. Xeyr. Aha, demək burada addım biri olmazsa digəri baş verməyəcək, olmayacaq. Addım-addım baxırıq, mərhələ-mərhələ baxırıq. Bu qədər. Sonra, aydın oldu İbrahim müəllim. Bildim mənim, bildim. Əla. Sonra, Ardıcılığa müəllimə yemək bişirməyi də götürə bilərik. mən ən Məsəl çox üçün. yemək bişirmək, Hamısı mətbəxlə bağlı prosesdə. tort hazırlamaq, yemək bişirmək, çay dəmləmək, evdə məişətdə adi şeyləri deyək. Bunlar hamısı ardıcıl baş verən proseslərdir də. Bəli. İndi burada da oldu D variantı, sistemi düşünməlidir. Aydın oldu Günay müəllimə, sizin səhviniz idi. Mənim səhvim idi. Aha, əla. Sonra, başqa, buyurun. 50-dən sonra var. Deməli, testi işləyib. 60. Aha, bir dəqiqə, testi işləyib İbrahim müəllim, Ülvi müəllim, Günay müəllimə, Aynur müəllimə. Başqa kim var burada? Tənbəllərimiz adını çəkməyim. Sonra İbrahim müəllim işləyib, Aynur müəllimə işləyib, Günay müəllimə işləyib, Həbbə müəllimə çatdıra bilməyib, həmişə işləyəndir. Ona görə tənbəllər sırasına qoşmuram. Sonra Ülvi müəllim işləyib, Zərifə müəllimə yəqin ki, başları BSG, KSG qarışıb. Samsung kimdir, zəhmət olmasa? Samsung Deməmişəm. kimdir? Mən müəllimə işləməmişəm, düz deyirsiniz. Kitabdan mən bunu işləməmişəm, amma belə qulaq asıram. Təhlil eləyirsiniz, biraz aydın olur da. Aha, lap yaxşı Zərifə müəllimə. İndi bu aralar müəllimləri biraz bağ günahına keçirəm, çünki bilirəm ki, başları qarışıb bu sənət-sünnət işlərinə. Aha, deməli burada bir dənə telefon markası var, adını bilmirəm. Zəhmət olmasa adınızı deyin, kim idi bu? Kim idi? Axşamınız xeyir, məni deyirsiniz müəllim. Bəli, axşamınız xeyir. Kim idi? Adınızı deyərdiniz? Hə, biz dinləyici kimi qoşulmuşuq, 60-dılar qrupa. Hə, lap yaxşı. Adınızı deyin, zəhmət olmasa. Sevinç müəllim. Hə, Sevinç müəllimə, lap yaxşı. Lap yaxşı. Aha, sonra başqa, buyurun. 60 desə deyirdiniz, İbrahim müəllim, siz idiniz. 62-ci sual mənim. Hə, 62-yə kim var müəllimlər? 62. Gəlin baxaq. 62-yə kimi yoxdursa, baxaq. Deyir şagird, sınaq nəticəsinin zəif olmasını bu ay ərzində dərslərə diqqətlə qulaq asmamasında və tapşırıqları yerinə yetirməməsində görür. Burada deyir, bu cür düşünən şagird hansı təfəkkürə
malikdir. Siz nə yazmısınız müəllim? Yazmamışam müəllim. Heç ümumiyyətcə yazmamısınız. Aha, Yox, yox. yaxşı. Gəlin Yox, sağ ol. təbii ki. Məsələn, yaradıcı var. Burada gəlin bir də oxuyaq. Şagird deyir sınaq nəticəsi zəif olub və bu ərzində dərslərə diqqətlə qulaq asmamasında və tapşırıqlarını yerinə yetirməməsində görür. Yəni bir növ təhlil edir də ki, mən necə oldu ki, belə getdim sınaqda zəif nəticə yığdım. Sizcə yaradıcılıqla bağlı burada bir hansı nüans görürsüz? Yox, müəllim heç biri ilə görməyib. Biri özünü Yox. tənqid edir, biri təfəkkür. Gəlin variantları təhlil. Niyə görə tənqid olur? Deduktivə baxaq. Deduktiv nə idi? Ümumidən xüsusiyə gəlirdik. Burada hər hansı bir ümumi Bəli. qayda görmürük ki, bu deduktivə götürək. Analoji o idi ki, oxşarlıq idi. Bir hadisənin digərinə oxşarlığı. Oxşarlıqla nəsə burada oxşarlıq görürsüz İbrahim müəllim? Xeyr müəllim, oxşarlıq işin yoxdur. Bəli, abstrakt o idi, mücərrəd düşünməkdir. Mücərrədlə də bağlı heç bir düşüncə yoxdur burada. Yenidə çıxdıq. Şagird özünü tənqid eləyir. Özündə təhlil aparır. Demək, mən deyir ki, dərslərə yaxşı qulaq asmamışam ki, mənim keçən ay dərslərim imtahandan mən zəif nəticə yığmışam. Ona görə tənqidi təfəkkürdür. A variantı. Məsələn, variantı belə deyim. Əgər ki, situasiya gördünüz ki, sizə tanış gələn nəsə açar söz olsun, ümumiyyətlə situasiyada nəsə çıxarda bilmirsinizsə, o variantlara baxın. Baxın gör, burada yaradıcı varmı, burada abstrakt varmı, deduktiv, hamısını maşallah mənasını da bilirsiniz də, açıqlamasını bilirsiniz. Elə variantları çıxıb tapa bilərsiniz. Hər cürə, yəni situasiyadan, vəziyyətdən istifadə edin. Sonra başqa. Başqa? Başqa yoxdur məndə. Aha, sizdə yoxdur. Hamıda qutardı? Səhvləriniz qutardı müəllimlər? Məndə yoxdur müəllim. Aha, əla. Deməli, səhvləri qutardısa, keçirik öz testimə. Bir saniyə. Məndə 7-ci sualdır müəllimə. Hamınızda 7-dir. Gəlin 7-yə baxaq. 7 Müəllimə, məndə də 5-dir. 5-ə də baxarıq sonra. Bunu təhlil eləyin, eyb yox, sonra 5-ə yox, baxarıq. yəni Biz 5-də. elə 5-ə baxalım müəllimə. Hə, Elə gəlin. 5-dən 5-dən başlayaq. başlayaq. Yaxşı, 5-dən başlayaq. Deməli deyir ki, birinci həkimdə deyir ki, universitetə qəbul olan oğlanların çoxu maşın sürür. Aha, ikinci həkimdə deyir ki, mən də universitetdə oxuyuram. Nəticədə deməli mənim də maşınım olmalıdır. Deməli o Axşamınız xeyir olsun müəllimə. Salam, axşamınız xeyir olsun Bilal müəllimə. Xoş gəldiniz. Sağ olun, çox sağ olun. Aha, Bilal müəllimə testlərə baxmısınız? Yaxşı. Deməli Zərifə müəllimə, burada deyir ki, burada cəmiyyət tərəfindən qəbul olunmalı. Niyə? Cəmiyyət. Bax, çoxluq var burada. Misal üçün, deyirəm ki, sizin tutaq ki, oğlunuz deyir ki, mən universitetdə oxur da həm uşaq. Deyir ki, universitetdəki uşaqların hamısı maşın sürür, oğlanların hamısı maşın sürür. Mənim də maşınım olsun. Bir deyir ki, yəni palaza birin ellə sürün. Hamının var, mənim də olsun. Bu cəmiyyət tərəfindən qəbul, çoxluq varsa bu cəmiyyət tərəfindən qəbul olunmalıdır. Əgər bir nəfərdən keçsəydi, tutaq ki, bir nəfər desəydi ki, universitetdə yaxşı nüfuza malik olan uşaqdır, tutaq ki, oğlandır, yaxşı Mən oğlandır. özünü bənzətmə olar. O özünü bənzətmə O olacaq. zaman onun var, bir mənim də olsun. Bu zaman özünü bənzətmək olacaq. Amma burada çoxluq var, oğlanlardan gedir. Ona görə cəmiyyət tərəfindən qəbul olunmaqdır. Aydın oldu Zərifə müəllimə? Məsəl üçün müəllim olsaydı ki, aydın oldu. universitetdəki maşın sürən oğlanlar hamısı pisdir, onda həddən artıq ümumiləşdirmə olardı. Aha, hamısı pisdirsə həddən artıq ümumiləşdirmədir, bəli. Məsələn, bir nəfərlə tutaq ki, görürsə pisdir, hamısına da ona aid edirsə ümumiləşdirir. Hə, tutaq ki, o sürədə biri görüb ki, pis sürür, tutaq ki də avtoşluq eləyir. Deməli, fikirlərsən ki, demək maşın sürən oğlanların hamısı pisdir. Belə nəticəyə ümumiləşdirsən, birinin hamına aid edirsən. Bu da olur həddən artıq ümumiləşdirir. Sonra başqa 7-yə baxırıq. 7. Şagird situasiyaya uyğun jest mimikalardan istifadə edir. Təfəkkürün növünü soruşur. Baxın, situasiyaya uyğun jest mimikalardan istifadə etmək. Jest mimikadan istifadə etmək. Tənqidi təfəkkürdə nə var idi? Tənqidi təfəkkürdə danışıq var idi. Fikrin ifadə var idi. Müzakirə var idi. Dəyərləndirmə var idi. Yəni bir növ əhatəli çıxış var idi. Danışıq var idi. Ünsiyyət var idi tənqidi təfəkkürdə. Burada sadəcə jest mimikadan istifadə edirik. Bunu tənqidi təfəkkür kimi götürə bilərik müəllimlər. Xeyr. Tənqid təfəkkürü çıxar. Sonra yaradıcılıqla bağlı bu uşaq nəsə bir fərqli yaradıcı nəsə elədi, jest mimikadan istifadə edib də. Hamıya bəhs olan bir xüsusiyyətdir jest mimikalar. Yaradıcılıqla nəsə bağlı nəsə görürsüz?
Eyvallah. Görmürsüz, bunda çıxdıq tənqid. Hafizə, Oo, yaddaşına əsaslanıb jest mimika eləyir bu şəxs. Jest mimika iradə olaraq insanlarda olan xüsusiyyətdir. Hafizə nədir? Hafizə yaddaşımızdır. Hafizə ilə bağlı nəsə görürsüz müəllimlər. Evet. Müəllimə. Amma məntiqi niyə? Situasiya ilə bu insan məntiq qurur, əlaqə qurur, jest mimikadan istifadə edir. Ona görə məntiqdir. Aha. Özünüz məntiqinizi işə salın müəllimlər. Baxın, görürsüz ki, burada kitabda yoxdur, açar söz yoxdur. Məntiqinizi işə salın. Çalışın, işlədin beyninizi. İmtahana kimi o beyin paslanmamalıdır, belə qızıl kimi işləməlidir. Yaxşı müəllimlər. Özümə danışıram.